Müharibə Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatında 2-ci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyinə həsr olunan Azərbaycanın 2-ci Dünya Savaşında rolu mövzusunda konfrans keçirildi. Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxış edərək bildirdi ki, Azərbaycan faşizmə qarşı mübarizədə insan resursları ilə yanaşı, həm də zəngin enerji resursları ilə iştirak edib. Qələbənin əldə edilməsində həlledici rol oynayıb. Həm 41-45 müharibəsi dövründə Azərbaycan oğulları faşizmə qarşı mübarizə aparıblar. Bugün də erməni faşizminə qarşı mübarizə apararaq Azərbaycan torpaqlarını işğaldan azad ediblər və erməni faşizminə qalib gəliblər. Tarixi yada salanda 700 min Azərbaycanlı bu müharibədə iştirak edib. Yarıdan çoxu qayıtmayıb. 130 nəfər Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Azərbaycanda 123 növ silah-sursat istehsal olunub, çəpiyə göndərilib. 85% neft məhsulları ilə müharibə çəpə təmin olunub. Konfransda çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili, tarix elmləri doktoru professor Anar İskəndərov, filologiya elmlər doktoru Şərəf Cəlili, Sovet İttifaqı qəhrəmanı Səlahiddin Kazımovun qardaşı oğlu Araz Kazımov, uşaqları Alman faşistlərinin əsirliyindən azad etmək üçün Alman generalını əsir götürən Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov, Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə verdiyi töhfəyə diqqət çəkiblər. 1945'te may ayının içinde yararlanmışam. Almanya'nın payitahtında Berlin şehrinde yararlanmışam. 1-6 ayda orada hospitalda yanmışam. Söz 16 takımda dizyat olmuşam, artileriya olmuşam. İşte şimdi 6 milimetre toptan nabos işlemişim. Orada Almanya'da yaralandım, 1-6 ayda Almanya'da hospitalda yattım. Şimdi hazırda benim 100 yaşıma 20 gün qalıb. 20 gündə 100 yaşım tamam olur. Həmçinin konfransda Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun nəvəsi, polis polkovnik leytenant Emin Aslanov, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, Rəyasət Heyətinin üzvü professor İmran Əbilov, Müdafiə Nazirliyinin nümayəndəsi, Rəyasət Heyətinin üzvü polkovnik Elvin Əzizov, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri, Müdafiə Nazirliyinin nəzdində olan hərbi təhsil müəssisələrinin nümayəndələri, şəhər veteran təşkilatlarının sədrləri və üzvləri iştirak ediblər. Konfransın sonunda xatirə şəkli çəkilib.